Salam dəyərli müəllimlər. Həm MİQ, həm də sertifikasiya imtahanında hər dəfəsində düşən bir mövzu olan bərabərsizlik mövzusuna aid qəbul sualının izahına baxacağıq. Bərabərsizliyimizi qeyd eləmişik, 2 qat bərabərsizlikdir. Natural həllərin cəmini tapın. Bu tipli suallarda müəllimlər hər tərəfə 17 gələ bilərik və ya daha rahat bir qayda. Ortada çıxma varsa sağa sola toplamasından keçir və özü buradan silinir. 2x kiçikdir 17 ilə 13 topladıq 30, 17 ilə 3 topladıq elədi 20. Yəni bu çıx 17-ni bir dəfə sola, bir dəfə sağa, sola keçirdirik və çıxmadısa toplama ilə əvəz. Əgər burada toplamaydısa sağa sola çıxması ilə keçəcək, özü də buradan yoxa çıxır. İndi hər tərəfini 2-yə böləcək. X böyükdür 22-yə böləndə 10, kiçikdir 15. 10-dan böyük 15-dən kiçik natural həllər hansılardır? 11, 12, 13, 14. Bunları da bizə toplamasını soruşur. Toplasaq 25, 25 doğru cavab 50, yəni D variantı.